Bordaq işi ilə məşğul olanlar desəm ki 36 qəpiyə yem hazırlaya bilərsiniz, inanmayacaqsınız, amma bu faktiki olaraq sübutla sizə göstərilə bilər və siz də bu rasionu istifadə eləməklə inşallah Allahın izni ilə aylıq yerli danalardan 40 kiloqram, cinslərdən isə 50 kiloqram, hətta 55 kiloqram, 60 kiloqram çəkilərdə almaq olar. Bu məlezlərin vəziyyətinə görə dəyişir inşallah Allahın izni. Selamun Aleyküm əziz izləyicilərim. Bugünkü mövzumuz bordaq dana yemidir və bordaq dana yemində biz nəticəni necə əldə edə bilərik? Bəlkə də inanmayacaqsınız. Balaca danaların, yəni düyələrin, yaxud da ki, süd əməllikdən təzə çıxan 120-110 kiloluq danaların yemlənmə rasionu 200 kiloya kimi cəmi cümlədən 36 qəpiyə yem rasionu hazırlaya bilirik inşallah Allahın izni ilə. 200 kiloqramlıq danalarda isə cəmi cümlədən 30 qəpiyə biz yem rasionunu hazırlaya bilirik və bu 1 kilosunun qiyməti eləyir əlbəttə ki. Bordaq yemində bir çox problemlərimiz var. Gəlin bir onu nəzər salaq. Bizə protein lazımdır və biz balaca danaların inkişaf etməməsinin əsas səbəbini proteində görürük və düzgün müalicələrin aparılmaması bu danalarda çox böyük problemlər əmələ gətirir. Tək arpa yemdə biz hətta tək arpadan yox, biz arpanın içərisində proteinli yemdən belə istifadə etmək şərti ilə yemimizi cəmi cümlədən 36 qəpiyə əmələ gətirə bilirik. Bu fantastik bir əlbəttə ki nəticədir. Bunlar hamısı yemdə protein faizinin olması dananın inkişafı deməkdir. Yəni biz ev tikmək istəyirik. Ev tikməmişdən, bünövrəni qurmamışdan böyürlərini hörsək, əlbəttə ki bizim evimiz təhlükədə ola bilər. Ani bir zəlzələ zamanı uça bilər. Biz bu zamanı nə edirik? Biz danalarda proteinli yemlə istifadə edirik və bunun sayəsində ümumi gövdəni formalaşdırılmasını edirik inşallah və bundan sonra isə danalar 200 kiloqrama gələnə kimi yemlənmə xüsusi bir qrafiklə veriləcək. Qrafikdə necə olacaq? Hər 5 gündən bir yemin səviyyəsində müəyyən bir dəyişikliklər olacaq. Bu sizə inşallah Allahın izni ilə atılacaq. İlk dana gətirilən zamanı hansı işlər görülməlidir və burada ən böyük səhvlik nədən ibarət olur? Dana maşından düşən kimi su gətir, tez ol, yem gətir, ot gətir. Belə şeylər olmaz. Biz dananın vəziyyətini bilmirik. Bu dana hansı stres keçirdir, nə qarır, bilmir. Birinci ortamı öyrəşməlidir. Ən azından 2 saat biz buna nə su, nə ot verməli deyilik. Yonca gətir, bunu gətir, onu gətir, yox. Dana gətirilən zaman 2 saatdan sonra su verilir, suyu içir, az miqdarda yenə çox vermirik. Su daimi olaraq qabağında teplofozlarda olmur ki, açsın, içsin, yox. Birazdan içir, ondan sonra qabağına 3 gün ərzində sadəcə olaraq saman qoyulur və su bir gündən sonra açıla bilər. Yəni istədiyi qədər suyu içə bilər və istədiyi qədər də qabağında saman ola bilər. Saman da bu prosedur nəyə görədir? Danada hər hansı bir problem varsa, xəstəliyi varsa, bunu sizə satdıqları zamanı antibiotikdən yaxud da ki ağrı kəsicilərdən istifadə olunubmu, olunmayıbmı? Bunlar hamısı özünü bürüzə verir və biz bunların nəticələrinə də baxırıq. Misal üçün böyük firmalarda, bu Azərbaycanda o qədər keçərli deyil, Türkiyədə hətta nədisdən belə analiz verilir və bunun məqsədi nəyə görədir? Biz hansı preparatlardan istifadə etməliyik, o bizə tam-tamına dəqiqliyinə cavab verir. Bizdə o cür şərait olmadığına görə biz danaları 15 gün ərzində müalicədə saxlayırıq və bundan sonra isə müalicə qutarda yemlənməni
az miqdarda misal üçün qurd dərmanı veriləndən sonra yemlənmə başlanır. Birdən-birə aşırı dərəcədə biz rasionda yemlənməyə qüvvət vermirik və mən sizə yenə deyirəm, zavod yemlərindən istifadə çalışın, etməyin. Əgər bunu niyə görə deyirəm? Çünki biz burada hətta baxın, maya qiyməti 36 qəpiyə əmələ gələn yemdə heç bir kimyəvi maddədən istifadə etmirik. Kimyəvi maddə nədir? Ürək, azot gübrəsi. Azot gübrəsi zavod yemlərinin tərkibində var və bu bizim danalarımızda, balaca danalarımızda hətta zəhərlənməyə belə gətirib çıxarda bilir. Böyük danalarda heç bir problem yaşamırıq, açıq deyim sizə, amma ətini kəsdiyi zamanı köpük, nə bilim, biraz ətini pişirdiyi zamanı xoşu gəlməyən bir qoxu və s. bunlar verir. Amma bizim kəsdirdiyimiz danalar %95%-dən qaranti verirəm ki, tam ətin keyfiyyəti və mərməri qoluşu ətin özündə göstəriləcək. İndi burada da mən sizə sübutlarla göstərəcəm. Ətin kəsilməsi, ətin yağlıq dərəcəsi, bir dananın çəkisi. Bugün dana kəsilib, 4 ay ərzində baxılıb, uzaqbaşı 4 ay yarım ola bilər, onun müalicəsi keçəsi deyil. Bir dana 196 kiloqram bizə çəki verirdi və bu cür yemlənmədən istifadə olunubdur. İnşallah Allahın izni. Əgər siz də tam-tamına nəticə götürmək istəyirsinizsə, verdiyim məhsullara %95%-dən qaranti verirəm. Biz paket formasında sizə bu yemləri öyrədəcəyik. Burada əgər balaca dana bağlayacaqsınızsa fərq yoxdur. Balaca yekə 2 dənə yem rasionu veriləcək. Bu 200 kiloqramdan aşağı olan danalar üçün başqa bir yemlənmə periodudur və 200 kiloqramdan sonrakində isə cəmi cümlədən 30 qəpiyə əmələ gələn yemlənmədən istifadə edəcəyik. Bu paket ümumilikdə 60 manat dəyərindədir. 60 manatın içərisində 2 ədəd yem rasionu, baxılma, müalicə şəraiti və bu paçkadan 2 ədəd göndəriləcək sizə inşallah Allahın izni ilə. Pangodu yemimizin əsas belə deyək, funksiyası bunun üzərində qurulacaq. Bizim danaların həm iştahını, həm yemlənməsində, yemin tam-tamına həzm olmasında, yemək düşməməsində çox böyük keyfiyyət irəli sürəcək. Alman məhsuludur və %95% isə qaranti verirəm. İnşallah Allahın izni ilə məhsuldan istifadə edə bilərsiniz və indi burada axırda müştərinin bizə əsas atmasını göstərəcəm ki, necə məmnuniyyətlə, onda əlbəttə ki, icazəsini biz hər insana, belə deyək, hər insanın yazışmasını biz paylaşa bilmirik. Əslində qalsın qanun pozuntusudur, amma icazə almaq şərti ilə biz bu rasionları, keyfiyyətini sizə sübut eləməkdən ötürü burada göstərəcəm. Kim istəsən 05891 35 35 nömrəsi ilə də əlaqə saxlaya bilər. İzlədiyin üçün təşəkkürlər.